Bugün sizinlə həm şəxsən mənim özüm üçün çox ağır olan, həm də ki, ümumi anlamda təbii ki, Azərbaycan cəmiyyəti üçün və Azərbaycanın gələcəyi üçün çox böyük problemlər yarada biləcək, çox böyük, az qala faciəvi bir durum olan bir məhkəmə prosesi haqqında və onun sonuçları haqqında danışmaq istəyirəm. 27 iyul 2026-cı il Azərbaycan tarixinə gələcəkdə təbii ki, növbəti qara səhifələrdən biri kimi görünəcək. Gələcəkdən baxsaq. Dünənki məhkəmə qərarında toplumçulara Toplum TV məhkəməsi ilə bağlı mütləq artıq sonuncu məhkəmə prosesi oldu və hökmlər oxundu. Hökmlərə görə bəziləri 15 il, bəziləri 14 il, bir neçə nəfər 13 il həbs cəzası aldı və içlərində Elmir Abbasov var idi. Şəxsən mənlə dostluğu olan bir insan idi və bu videonu izləyən, xüsusilə də siyasi proseslərlə maraqlanan və siyasi cəmiyyədə olan insanların əksəriyyəti yəqin ki, tanıyacaq. Belə ki, Elmir Abbasov haqqında mən bir qədər bu videoda əsasən Elmir Abbasov və onun həbsi haqqında danışmaq istəyirəm. Çünki mən digər siyasi məhbuslar haqqında zaman-zaman danışmışam. Həm də Toplum TV-nin təsisçiləri və rəhbərliyində təmsil olunan Ruslan İzzətli, Akif Qurbanov olsun və digərləri, digər həbs olunanlar olsun. Mən Əlişkər Məmmədli olsun, hətta onun üçün tamamilə ayrıca bir video mən yanlış xatırlamıramsa çəkmişdim. Bugünkü video isə daha çox Elmir Abbasov haqqında olacaq və mən indi bir-bir izah edəcəm ki, niyə məhz Elmir Abbasov haqqında mən az qala bir video ərsəyə gətirməyə qərar verdim. 2024-cü ilin 6 mart tarixində Toplum TV ofisindən təbii ki, gəlib orada bütün çalışan əməkdaşları, orada olan gəncləri, kimlər ki, orada bəziləri könüllülər var idi, təcrübəçilər var idi və orada olan rəhbərliyində təmsil olunan şəxslər, onlar hamısı saxlanıldı 6 mart 2024-cü il tarixində və 2 gün saxlanıldıqdan sonra bəziləri Elmir Abbasov onlar arasında şərti azadlıqdan məhrum etmə maddəsi ilə azadlığa buraxıldı. Üzərində cinayətçi dururdu təbii ki, məhkəmə sürəci zamanı sadəcə şərti azadlığa buraxıldı və əsas da buydu təbii ki, Elmir Abbasovun o zamanlar hələ sağ olan, hələ həyatda olan anası ağır xəstəliyi var idi, onkoloji xəstə idi və buna görə Elmiri azadlığa buraxdılar ki, çünki Elmirin başqa bacısı, qardaşı və atası da yoxdur, atası da dünyasını dəyişib. Elmir azadlığa çıxdıqdan bir neçə müddət sonra, bir neçə ay sonra, yəni azadlığa çıxmaq da buna demək olmaz əslində, şərti azadlığı idi və məhkəmə sürəci hələ davam edirdi. 2024-cü ilin yayında biz Elmirin anasını itirdik ağır xəstəlikdən sonra. Elə mən bunu da xüsusi olaraq qeyd edim ki, onkoloji xəstə olan bir insanlar bildiyiniz kimi stres mühitindən, ümumiyyətlə stresdən tamamilə uzaq olmalıdır. Amma Elmir onsuz üzərinə cinayət işi qoyulana dək 3 dəfə ilə sutkalıq, yəni 30 günlük inzibati həbsə məhkum olmuşdur. Və təbii ki, xüsusilə də maddi durumu çox aşağı səviyyədə olan bir ailə, tək ana, yaşlı ana, bircə oğlu var. Gözünün ağı qarası bircə oğlu var. Başqa nə nəvəsi, nə övladları yoxdur. Və hər dəfə o Elmir hər dəfə sutkalıq həbs olunanda, yəni inzibati qaydada həbs olunanda onun anasının çəkdiyi streslər, onun anasının çəkdiyi o əzab, əziyyət, yəni bunu sözlə ifadə etmək, bəlkə də bunu hansısa mədəni, hansısa ədəbi cümlələrlə ifadə etmək çox çətindir. Ona görə də mən mümkün qədər etik normalar çərçivəsində hər zaman video çəkdiyim üçün mən onları həmin o bu mənzərəni təsvir etmək istəmirəm. O məsələdən vaz keçirəm. Və 2024-cü ilin iyul ayında, elə bu günlərdə Elmirin anasının 2 ili dünyasının dəyişməsindən 2 ili keçdi. Onda da Elmir özünü çox günahlandırırdı. Biz, onun dostları, onun əqidədaşları, yəni siyasi olaraq ondan eyni təşkilatda təmsil olunan gənclər, biz hamımız çalışırdıq ki, ona təsəlli olaq ki, həyatdır,
onsuz da heç kəs çınar ağacı kimi 300 il və yaxud da 500 il yaşamır. Hamı nə vaxtsa dünyasını dəyişər. Yaşlı qadın idi, xəstə qadın idi və o dünyasını dəyişdi. Amma təbii ki, bu Elmir üçün çox ağır idi. O həm də özünü günahkar sayırdı. Çox təəssüf ki, o həm də özünü günahkar sayırdı. Anasının o cür xəstəliklə dünyasının dəyişməsi və xəstəliyin bu cür sürətlə inkişaf mərhələsində olmasını. Artıq biz anasını dəfn etdik, keçdi və bu 2 il müddət ərzində hər şey yolundaymış kimi görünürdü. Çünki Elmir həftədə 2 dəfə gedirdi, imzasını verirdi və məhkəmə sürəci də davam edirdi. Dünən heç kəsin gözləmədiyi anda, heç kəsin anlamadığı hətta təqdirdə Elmir Abbasov da digər toplumçular kimi həbs qəti imkan tədbiri seçildi və o məhkəmə zalından həbs olundu. Məsələ budur ki, təbii ki, digər toplumçular üçün də bizim içimiz yanır, ürəyimiz yanır ki, gənc insanlar, orada İlkin Əmrahov var. Mən bir dəfə də o haqda danışmışam. Adam sadəcə koordinator vəzifəsini yerinə yetirib, məgər mən yanlış xatırlamıramsa və yaxud da yanlış yadda saxlamamışamsa və İD-də Demokratik Təşəbbüslər İnstitutunda, yəni və orada təkcə bu insan kağız işinə baxıb. Yəni Lori dildə desəm 600 manat indi alıb, almayıb ayına evinə aparıb. İndi bunlar artıq aydındır deyə mən bunlara bu gün istəyirəm bir qədər rahat danışım. İndi grant layihələr olub, Azərbaycanda qeyri-hökumət təşkilatları necə işləyir, buna səbəb nədir? Buna gətirib çıxaran yol nədir? Təbii ki, hökumət özü bu şəraiti yaradıb. Hökumət özü adil yanaşma sərgiləməyib və özünün Qonqo təşkilatlarına, xarici təşkilatların yardım ayırmasına yaşıl ışıq yandırıb, amma ona qarşı olan, nisbətən ona müxalif yönümlü təşkilatlar olan təşkilatlara əgər normal qaydada qeydiyyata almırsa, onların normal qanuni çərçivədə vergi ödəməsinin qarşısını alırsa, təbii ki, gətirib proses bura kimi gətirib çıxarmışdır. Biz indi o məsələlər haqqında danışmırıq. Bu problemin kökü 2014-cü il qeyri-hökumət təşkilatları haqqında qanunun qüvvəyə minməsindən sonra başlayır. Və o mina, o saatlı bomba həmin an yerləşdirilmişdi Azərbaycan Vətəndaş Cəmiyyətinin içərisinə. 2014-cü il qeyri-hökumət təşkilatları haqqında qanunla. Və onun da zərərlərini biz indi gənc insanların, necə deyərlər, pırıl uşaqların bugün 12 il, 13 il həbsə məhkum olunmasının nəticələnir. Onun nəticəsidir. Orası ayrı mövzu. İlkin Əmrahov məsələn qeyd etdiyim ki, 600 manat alıb ya almayıb. Kasıb insandır. Onun ailəsi ilə müsahibəsi var idi. Yəni onun həbs olunduqdan sonra ailəsi ilə digər gənc jurnalistlər müsahibə götürmüşdü və o jurnalistlər də hal-hazırda həbsdədir. Həyatın, siz görün Azərbaycandakı durum nə formadadır. Azərbaycanda siyasi münasibətlər görün nə qədər yerin dibinə girib az qalıb. Və Elmir Abbasov məsələsi. Nəyə görə Elmir Abbasov məsələsinin həbs olunmasında Çin mənqalışı və bəlkə də əksər insanlar bir qədər şok oldu. Çünki gözlənilməz idi. Çünki bildiyimiz qədərilə şərti azadlıqdan məhrum etməsi davam etməli idi. Amma nəyisə görə bəlkə də qərar dəyişib. Bəlkə də elə əvvəlcədən qərar bu yöndə olub. Sadəcə bəzi sızıntı məlumatlar var idi ki, şərti olacaq. Onlar da bəlkə elə yanıltmaq üçün imiş. Bəlkə də aldatmaq üçün imiş. Artıq ötdü. Artıq Elmir Abbasov 12 il müddətinə, yəni daha doğru desək 11 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edildi və indi növbədə yəqin ki, apellyasiya məhkəməsi sürəci başlayacaq yaxın günlərdə, yaxın bir ayda. Mən burada bir neçə kənar məsələlərə də toxunmaq istəyirəm. Elmir Abbasov 12 il müddətinə bilirsiniz niyə azadlıqdan məhrum edilib? Adam sosial menecer işləyib, media menecer, yəni SMM biz deyirik. SMM işləyib Toplum TV-də və 600 manat maaş alıb. Cəmi bir ay 800 manat maaş alıb. İndi hörmətli Azərbaycan prezidenti, hörmətli Azərbaycanda siyasi sistemi koordinasiya edənlər, bu bir qrup şəxs, kimsinizsə bilin. Azərbaycan hüquq mühafizə orqanları özlərini dövlət hesab edən
özlərini dövlət adamı hesab edən, özlərini dövlət yetkilisi hesab edən kəslər. Siz necə düşünə bilirsiniz ki, 600 manat alan bir insan qaçaqmalçıdır? Yəni 600 manatda qaçaqmalçı ola bilər. Texniki olaraq ola bilər, kimsə 5 manat da 5 avroda qaçaq yolla ölkəyə gətirə bilər və s. ilə. Amma heç Elmirin xarici çıxışı falan da yoxdur axı, yəni. Adam sonuncu dəfə Türkiyədə təhsil alıb Azərbaycana qayıtdıqdır. Elmirə hansı adla, ümumiyyətlə hansı məntiqlə siz qaçaqmalçı statusu yapışdırıb və onu 12 il müddətinə həbs etmişsiniz. Adam heç 24 ay işləməyib Toplum TV-də. 16-18 ay falan işləyib. 16-18 ay bir insan 600 manat məvacibə işləyirsə, indi mən artıq bununla açıq deyirəm, artıq məhkəmə prosesi yekunlaşdı. Yəni, məncə bu gizlin bir şey deyil, hamı bilirdi ki, Elmir maaşı aşağı yuxarı nə qədərdir. Və 600 manat alan bir insan hansı formada qaçaqmalçı ola bilər? Yəni, bunu siz özünüzə necə sıxışdırırsınız? Bu insan harada işləməlidir? Evinə necə pul qazandırmalıydı? Siz ölkəni o hala salmışsınız ki, siz ölkə iqtisadiyyatını, əhalinin rifah dərəcəsini o hala salmışsınız ki, insanlar bir parça çörəyə möhtac olur və onu müxtəlif yollarla qazandıqdan da siz o çörək də onun başına sonradan cinayət işi kimi açdırırsınız. 600 manat çörək puludur da. Yəni 600 manat bir insan bu 600 manatla Bakıda dəbdəbəli villa ala bilməzdi. Bu insan 600 manat maaşla bir təşkilat qurub sizə qarşı çıxmaq fikri yox idi. Siyasi partiya qurmurdu. Seçkilərdə namizəd olub güclü bir kampaniya aparmırdı. 600 manat maaşla. Siz utanmırsınız siz. 600 manat alan bir insana siz 12 il müddətə həbs vermişsiniz. Kimin qisasını alırsınız? Nəyin qisasını alırsınız? Sizin probleminiz Akif Qurbanovla, Ruslan İzzətli ilə, Ələsgər Məmmədli idisə, zaten onlara o hökmü oxudunuz da 15 il. Təbii ki, mən ona da qarşıyam, onunla da razılaşmıram və onlara da azadlıq arz edirəm. Amma bu rəhbər kəslər ayrıdır, işçilər ayrıdır. Bu insanlar sizin çox gözəl məlumatlarınız var. Mən bunu burada desəm də, deməsəm də, biz bunu gizlətsək də ictimaiyyətdə siyasi insanlar və yaxud da ki, siyasi ictimai aktivistlər gizlətsələr də, gizlətməsələr də, siz çox gözəl bilirdiniz ki, orada kim nə qədər maaş alır. Bəlkə mənim bilmədiyim daha çox şeyləri siz bilirdiniz. Siz bunu özünüzə necə sıxışdıra bilirsiniz ki, 600 manat alan o İlkin Əmrahov, 600 manat alan Elmir Abbaslı, bir Ramin adlı bir gənc oğlan da var idi. O da texniki işçilər də məşğul. Yəni fəhləlik eləyib də, biz xalq dili ilə desək. Bir fəhləyə sən fəhləlik etmisən, qrant pul almışsan, nə qədər almışsan? 600 manat. Yəni getdin 13 il yatmalısın içəridə. Niyə? Bu insanlar əgər başqa, siz birinci növbədə bu qeyri-hökumət təşkilatlarını qeydiyyatdan keçirsəniz, onlar dövlət vergisini ödəyəcək. Və bu gənclər də gedib, rahatlıqla əmək müqaviləsi bağlayıb işlərini görəcəkdilər. Siz birinci dövlət olaraq, buna dövlət də demək olmaz artıq. Azərbaycanda dövlət yoxdur. Dövlət bir qrup şəxsdir. Dövlət institut olaraq Azərbaycanda yoxdur. Dövlət sizin Mir Şahinin hər gün, hər efirində məddahlıq etdiyi bir qrup şəxsdir. Bəlkə də bir nəfər şəxsdir. Yəni mən artıq ayıbdır, bunları yekunlaşdırın, bunları yığışdırın deyə də bilmirəm. Çünki siz artıq o bizim mentalitetdən danışırsınız hər dəfə. Cənab Prezident, elə siz özünüz. Sizin artıq bizim o mentalitet hesab etdiyimiz o ayıbdır ki, bariyerləri var, sərhədləri. Siz artıq bu gənclərə qarşı, sizə qarşı düşünənlərə qarşı bu ayıbdır sərhədlərini ötmüşsünüz. Artıq ayıb keçib, iş ayıbdan keçib. 600 manat alan bir insana 12 il həbs vermək, oradan 2 gündə kimsə çaşdırmasın. O 2 gündə saxlanılan gün, martın 6-sından 8-nə saxlandığı 2 gündür. Yəni elə tam-tamına 12 il verilib əslində. Bu insanın, Elmir Abbasovdan söhbət edirəm mən. Bu insanın ümumiyyətlə ailə üzvləri də yoxdur. Birinci dərəcəli ailə üzvləri. Atası dünyasını dəyişib, anası 2 il əvvəl dünyasını dəyişdi, bacısı, qardaşı da yoxdur.
Elmir Abbasov nə fəaliyyətlə məşğul idi ki? Normalda oyun qaydaları danışırsınız. Oyun qaydalarından danışırsınız Azərbaycan hökuməti xüsusilə. Yaxşı. Adam oyun qaydalarından mən anladığım qədərilə kənara çıxmıyor. Şərti azadlığa buraxdınız. İnsan Facebookda, yəni sosial şəbəkələrdə, Facebookda və yaxud da digər hər hansısa bir xarici və yerli televiziyalara, YouTube kanallarına agresiv və yaxud da sərt formada müsahibə verməyib. Hətta mən bildiyim qədərilə ümumiyyətlə müsahibə verməyib, nəinki sərt və radikal formada. Sizi qəzəbinizə tuş gələcək hər hansısa bir yazısı, bir məqaləsi yoxdur. Hər hansısa bir fəaliyyəti yoxdur, çünki üzv olduğu təşkilat belə artıq fəaliyyətini dayandırıb. Belə demək olar, yəni hər halda. İşlədiyi qurum, yəni Toplum TV-də ki, zaten fəaliyyəti dayanıb. Yaxşı, bu insan nə etməlidir? Yaşamasın. Vallahi imkanı olsa ölkədən çıxıb gedəcəkdir. Yəni siz sadəcə onu təbii ki, şərti azadlığa məhkum etmədi. Ölkədən çıxış qadağasından, yəni təbii ki, onun danışılası deyil. Yəni təbii ki, çıxış qadağası var. İmkanı olsa ölkədən də çıxıb gedər. Amma o imkanı yox idi. Yəni bu insan daha nə etməlidir? Daha nə etməlidir ki, siz onu həbs etməyəsiniz? Yəni, oyun qaydalarını bu dəfə siz bozdunuz. Sırf Elmir Abbasov kontekstindən mən danışıram bu videoda. Və çox acınacaqlı durumdur həm də. İnsan düşünür ki, həqiqətən bu gənclərin günahı nədir? Mən indi Elmir Abbasovdan danışıram, amma bu demək deyil ki, mən digər o insanları, məsələn, Fərid İsmailov var idi, jurnalist idi. Yer gəlmişkən, o da Elmir Abbasovla birgə şərti azadlığa buraxmaqla onu qərar qəbul edildi. 8 mart tarixi idi, səhv etmirəmsə 2024-cü ildə, yəni 2 gün aşağı yuxarı onlar saxlanılmışdılar. Və bir müddət sonra Fərid İsmailov yenidən həbs olundu. Bir neçə ay idi və yaxud da ki, bir il keçdikdən sonra. Amma Elmir Abbasov hələ də şərti azadlıqdaydı. Bu məhkəmədə birdən-birə və 12 il müddətinə, təbii ki, mənim bu dediyim 12 il bu qədər hiddətlənməyin və həm də təəccübmə səbəb olan, rəqəm olaraq təəccübmə səbəb olan təkcə Elmir üçün keçərli, digər gənclər üçün də, elə digər insanlar üçün də, Ruslan İzzətli üçün adam veterandır. Bir neçə rayonun işğaldan azad edilməsi haqqında fəxri fərmanı var, təklifnaməsi var, yəni. Müharibə iştirakçısıdır, hətta o əsgərliyə yararlı olmaya aparılmışdı 2020-ci ildə və necə deyərlər, bəxti belə gətirdi ki, və yaxud da qismət belə oldu ki, o elə müharibədə də iştirak edəsi oldu. Belə o tərəfdən Akif Qurbanov, o tərəfdən Ələsgər Məmmədli onkoloji xəstədir. Aygün Elgünəş, o da bildiyim qədərilə onkoloji xəstədir. Və bu insanların əksəriyyəti müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər, amma siz onları həbsdən azad etmirsiniz, onları ev dustallığına buraxmırsınız. Əksinə, hələ onlar haqqında 16 il, 15 il, 14 il, 13 il, 12 il, yəni nə məcburdur, 12 il siz necə bir insan həyatını məhv edə bilərsiniz? Elmir'in 31 yaşı tamam olacaq sentyabrda. Və təsəvvür edin, hələ o bundan sonra 9 il, 8 ay, neçə gün o həbsdə olmalıdır. Azadlığa çıxanda artıq 41 yaşa yaxın yaşı olacaq. Bu insan həyatı oynamaqdır. Təbii ki, mən düşünmürəm ki, onlar hər biri günə-gün bəlkə də olacaq, amma çox böyük ehtimalla günə-gün bu həbs müddətində həbsxanada olmayacaqlar. Ümid edək ki, daha tez bir zamanda onlar azadlığa çıxacaq. Və bu həbslər fonunda mən sonunda bunu da əlavə etmək istəyirəm. Bu həbslər fonunda ümumiyyətlə mən düşünürəm ki, Azərbaycan hökuməti Azərbaycan cəmiyyətinə, Azərbaycan siyasi sisteminə dövlət aparatı olaraq bir mesaj verib, qorxutmaq istəyir. Yəni,
mənə qarşı çıxacaqsınızsa, sizin həyatınızı məhv edəcəm. Əvvəl 6 il, 7 il, ən yüksək hallarda 8 il verirdilərsə və 2 ildən sonra, 3 ildən sonra və yaxud da ki 6 ildən sonra məsələn azadlığa buraxılırdılarsa, indi bu rəqəmləri fantastik dərəcədə artırıblar. 16 il, 12 il, 15 il və arta-arta da gedir. Belə görünür ki, bunlar artıq yeni bir tendensiya yaxalayıblar. 10 ildən daha yuxarı, bütün siyasi məhbuslara 10 ildən daha yuxarı rəqəmlər oxuyurlar ki, onların oradan çıxması və bu həm də psixoloji baskıdır, bu həm də cəmiyyətə psixoloji baskıdır. Bu həm də cəmiyyətin gözünü qorxutmaqdır. Bu həm də qorxu mifini yaymaqdır. Bu həm də insanlarda böyük bir ümidsizlik yaratmaq üçündür. Bu çox yaxşı hazırlanmış, yəni iqtidar öz hakimiyyətini qorumaq üçün təbii ki söhbət gedir. Çox yaxşı planlanmış bir strategiyadır. Bunlar cəmiyyətə qorxu mühitini bundan yaratmaq, formalaşdırmaq istəyirlər, aşılamaq istəyirlər. Ki mənə qarşı çıxsan, bax sənin də gəncliyini, sənin də həyatını məhv edəcəm. 12 il, 13 il ən yaxşı halda həbs olunacaqsan. Və oradan çıxandan sonra da bəlkə də siyasi fəaliyyətin müxtəlif əngəllər olacaq, bəlkə də ictimai həyatda və yaxud da hər hansı bir dövlət qurumlarında gələcəkdə sənin işləməyində belə mən əngəllər yaradacağam. Və s. və ilaxır bu kimi problemlər, bu kimi əngəllər, bu həm də psixoloji baskının bir tərəfidir. Belə, amma şəxsən mən öz adımdan deyirəm ki, bu məni bir gənc kimi, mən bu ölkədə siyasi fəaliyyətlə məşğulam, mən prezident olmaq üçün siyasi fəaliyyətlə məşğulam və mənə görə İlham Əliyev yaxşı prezident deyil. Mən düşünürəm ki, mən daha adil, mən daha demokratik, mən daha ədalətli dövlət başçısı və prezident olacağam. Ona görə də bu hazırki hakimiyyətin atdığı heç bir addım, qəbul etdiyi heç bir qərar şəxsən məni qorxutmur. Şəxsən məndə heç bir ümidsizlik formalaşdıra bilmir. Bunu mən tam səmimiyyətlə deyirəm, tam içdən deyirəm. Azərbaycan iqtidarının heç bir addımı şəxsən mənim gözümdə heç bir qorxu yaratmır. Nə edəcəksiniz? Öldürə bilməzsiniz ki. Yəni uzaqbaşı hamısını həbs edirsiniz, yenə həbs edəcəksiniz. Bundan o tərəfə siz nə edəcəksiniz? Əvvəl axır bayaq dediyim misal kimi heç kəs çınar ağacı kimi 305 il, 500 il yaşamır. Təbii ki, sağlığında sizə məğlubiyyət arzu edirəm. Bu qərarları verənlər, bu strategiyanı quranlar, bu planları cızanlar. Təbii ki, mən sizə o çınar ağacından yerə yıxıldığı kimi sizin də ömrünüzün sona çatmasını gözləmirəm, düşünmürəm, heç arzulamıram da. Ona görə də sağlığında nə olursa sizin də sağlığınızda, bizim də sağlığımızda olsun. Olacaq da. Azərbaycanda heç kəs əbədi, ümumiyyətlə dünyada heç kəs əbədi deyil, təbii ki, həmçinin də Azərbaycanda heç kəs əbədi deyil. Heç bir iqtidar əbədi deyil, heç bir prezident, heç bir nazir, heç bir müxtəlif qərar qəbul edən şəxslər. İndi mən ola bilər həmin insanların rütbəsi və yaxud da bir postu yoxdur, amma özünü dövlət böyüyü hesab edən, özünü dövlət adamı hesab edən o kəslər ki var, bu cür gənclərin həyatını qaralayırlar, məhvə sürükləyirlər o gənclərin həyatını. Və mən onların hər birisinə deyirəm ki, siz əbədi deyilsiniz bu vəzifədə, bu səlahiyyətdə və bu gücdə. Belə.